Salam əziz izləyicilərim. Bugün mən çox kövrək, qatları vərəq-vərəq, ağızda əriyən kətə reseptini sizinlə paylaşmaq istəyirəm. Bunun üçün götürmüş olduğum qatığın üzərinə yarım çay qaşığından az soda əlavə edib qarışdırıram. Və götürmüş olduğum qabın içərisinə 2 yumurta və qızqırmış qatığı töküb qarışdırıram. Hazır olan kütlənin üzərinə 2 stəkan yarım un töküb xəmiri yoğurmağa davam edirəm. Mən unumuzu hissə-hissə tökürəm. Xəmir nə bərk, nə də yumşaq olmalıdır. Baxın, xəmirimizin yumşaqlığı bu cür olmalıdır. Kətənin içiliyi üçün 1 stəkan un və 190 qram yağ götürürəm. Götürdüyüm unun bir hissəsini qaba tökürəm və yağın hər tərəfini unlayıb süzgəcdən keçirirəm. Qeyd edim ki, yağımız bərk olmalıdır. Beləliklə yağımızı süzgəcdən keçirib hissə-hissə unlayıram. Sonda isə yağımızı yenidən soyuducuda gözlədirəm. İndi isə xəmirimizi unlayıb yaymağa başlayıram. Xəmirimizi yaydıqdan sonra kənara qoyduğum yağı 3 hissəyə bölüb, onun bir hissəsini xəmirin üzərinə tökürəm. Sonra isə xəmirin kənarlarını qatlayıb bükürəm. Təxminən 10 dəqiqə gözlədikdən sonra yenidən xəmiri açmağa çalışıram. Bu dəfə də yağın bir hissəsini, qalan bir hissəsini xəmirin üzərinə səpirəm. Əvvəlki qayda ilə yenə də bükürəm. Biraz gözlədikdən sonra xəmirimizi yenidən yaymağa davam edirəm.
Xəmiri üçüncü dəfə yayıb və sonda qabda qalan yağı üzərinə səpib yenidən bükürəm. İndi isə qaba 1 stəkan un, 1 stəkan şəkər tozu, 1 vanil, 2 xörək qaşığı da ərinmiş kərə yağı töküb qarışdırıram. Xəmirimizi 10 dəqiqə gözlətdikdən sonra yenidən yaymağa başlayıram. Son dəfə yaydığımız üçün xəmiri bacardığımız qədər böyük açmalıyıq. Açmış olduğum xəmirin üzərinə yumurtanın ağını yaxşıca sürtürəm. Sonra isə xəmirin üzərinə hazırlamış olduğum şəkər tozunu səpirəm. Şəkər tozunu xəmirin hər tərəfinə yaxşıca yaydıqdan sonra xəmirin bir tərəfindən bükməyə başlayıram. Əziz izləyicilər, videolarımı bəyənib abunə olsanız çox sevinərəm. Dəstək olan hər kəsə indidən təşəkkür edirəm. Beləcə xəmiri əlimlə düzəltməyə çalışıram. Sonda isə yumurtanın sarısını üzərinə yaxşıca çəkib, çəngəl yardımı ilə bəzək verməyə çalışıram. Kətələri mən bu şəkildə doğradım. Siz isə istədiyiniz kimi doğraya bilərsiniz. Sonra isə 170 dərəcədə üzəri qızarana kimi bişirdim. Bu reseptlə hazırlanan kətələr çox ləzzətli olur. Əziz xanımlar, siz də hazırlayın. Hər birinizin evində belə gözəl təyyarların bişməsini arzulayıram. Videomu bura qədər izləyən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm.